Salam uşaqlar. Bugün də biz sizinlə Riyaziyyat 4-cü sinif 2-ci hissə iş dəftərini işləyəcəyik. Bundan əvvəlki videomda mən dərsliyimizdən onluq kəsirlərin toplanması və çıxılması mövzusunu izah eləmişdim. Bugünlər isə həmin mövzunu iş dəftərində sizinlə səhifə 21 və 22-ni birlikdə işləyəcəyik. Gəlin, vaxt itirmədən başlayaq. Mən bundan əvvəlki videoda onluq kəsirlərin toplanması və çıxılması mövzusunu izah elədiyimə görə burada vaxt itirmədən tapşırıqları işləməyə başlayacaq. Gəlin başlayaq uşaqlar. Deməli, birinci tapşırıqda bizə nə deyir? Mavi və yaşıl hissələrə uyğun onluq kəsirləri yaz və onların cəmini tap. Burada gördüyünüz kimi tam hissə yoxdur. Kəsirim necə olacaq? 10 hissəyə bölünüb, yəni onda birlərə aiddir. Ona görə də olacaq 0,3. Gördüyünüz kimi. Burada isə yaşıl hissədə bu da 10 hissəyə bölünüb və bu da olacaq nə? 0,5. Yəni cəm hissə deyirsə toplayacaq. 0,5. O da bərabərdir nəyə? 0,8-ə. Burada isə uşaqlar gördüyünüz kimi həm mavidə, həm yaşılda tam hissələr var və hər ikisinin tam hissələri 1-dir. Birinci olacaq 1 tam, gördüyünüz kimi 10 hissəyə bölünüb və ona görə də onda birlərləndir. Onda birlərdən ifadə eləyəcək. 1,5 üstə gəl 1,9. O da bərabər olacaq uşaqlar nəyə? Əvvəl 9-dan 5 toplayacağım. Olacaq neçə? 14. 4 yazacağım bir yadda. Bu tamları toplayanda 2 eləyir. Və daha sonra isə həmin o 1 tam da onun üzərinə gələndə olacaq 3,4. Burada biz nə görürük? Görürük ki, burada tam var. Tam yoxdur burada, amma tam var. Bu olacaq 0,8 üstə gəl. Bu neçədir uşaqlar? 1, 2, 3 tam. 3 tamı da ki, biz yanına 0 əlavə eləməyimizə ehtiyac yoxdur, amma qaydaya uyğun 3 tamında 0 belə də yaza bilərik ki, alt-alta toplayan zaman təbii ki, o bərabər olacaq 3,8-ə. Davam edirik. Burada uşaqlar gördüyünüz kimi artıq hər bir tamımız 100 hissəyə bölünüb və ona görə də bu yüzdə birlərə aiddir və biz bunu göstərən zaman gördüyünüz kimi bunların ikisində tamı yoxdur. Olacaq neçə? 0,100. Bu sütunların hər biri 10-dur. 10, 20, 23. 0,23 üstə gəl 0,21. O da bərabər olacaq 0,44. İndi ikinciyə baxırıq. Burada gördüyünüz kimi tam hissə var. 1 tam. 100-dən neçədir? Baxın, sanki tam hissənin bütövündən 8 dama çatmır. 100-dən 8 çıxanda 92. 1 tam %92 üstə gəl. Burada 2 tam var. 2 tam 100-dən neçədir bu uşaqlar? 10, 20, 30, 40, 50-dən bir dənə əksi 49. 2 tam %49. O da bərabər olacaq nəyə uşaqlar? Burada gördüyünüz kimi tamın artması və forması da var. Gəlin baxaq. 9-un üstünə 2 gələndə 11. 1 yazıram, 1 yadda. 9-un üstünə 4 gələndə 13. 1 də yadda 14. 4 yazıram, 1 yadda. 1-in üstünə 2, 3. 1 də yadda 4. 4 tam %41-ə bərabər olur. Burada görürsünüz uşaqlar, biri onda birlərlə ifadə edir, birini isə yüzdə birlərlə. Buna görə diqqətli olmaq lazımdır. Hər ikisinin tamı yoxdur. Bu olacaq 0,5. Bu isə olacaq 0,6. %6 və bərabər qoyacağım. Deməli uşaqlar görürük ki, biz virgüldən sağda burada 2 dənə rəqəm var, burada bir dənə rəqəm. Əslində ehtiyac yoxdur. Ehtiyac olanlar üçün yazıram ki, bura bir 0 əlavə edirəm. Hər ikisində virgüldən sağda 2 rəqəm olur. Və daha sonra isə mən onları toplayıram. Tamlarımız yoxdur. Tam olduğu kimi 0 qalır. Daha sonra isə cavabımız olur neçə? 0,56. Davam edirik. Burada onluq kəsirlərin bizdən cəmini istəyir. Adi qaydada sanki 3 rəqəmli və 2 rəqəmli ədədlərin toplanmasıdır. Alt-alta toplayacaq. 5-in üstünə 2, 7, 0 tamda olduğu kimi qaldı yerində. Daha sonra 4-ün üstünə 3, 7, 2-nin üstünə 1, 3, 3 tamında 7. Burada 9, 6, bu da 1. 1 tam %69. Burada 0 özüm bərpa eləyirəm. 5, 6, vergülümü qoydum 4. 4 tam %65. 0-ımı qoydum 8, 2, 0 tam %28. Sıfırlarımı qoyuram. Özümü çaşdırmamaq üçün 3, 3, bu da 5. 5 tam %33. Burada 0'ımı qoydum. 8, 6, 7. Bu da 3. 3 tam %78. Burada 9. Burada 7. 7 üstə 2, 9. 9. 9 tam %79. Bu 2 tamdır. Sıfırları qoya da bilərik, qoyma da bilərik. 8, 7,
5, 7. 7 tam %78. Gəlin baxaq görək 3-cü tapşırıqda bizdən nə istəyir? 3-cü tapşırıqda isə bizə deyir ki, alt-alta yazmaqla cəmi tapın və bu verilən misalların hər birini biz alt-alta yazmalıyıq. Gəlin yazaq. 0,4 üstəgəl 0,3. 7, bu da 0. Oldu neçə? 0,7. İndi bura baxıram. 2,1 üstəgəl neçə? 3,28. Gəlin toplayaq. Bu 9, bu 2, bu isə 5. 5,29. Cavab oldu 5,29. İndi bura baxıram. 2,5'in üstüne 3,4, 9, bu da 5. 5,9. 1 tam %2 ile 3 tam %23. 5, 2, bu da 1, 4. 4 tam %25. Alttaki tapşırıqlarda həmin misala aiddir və onlarda biz alt-alta cəmini tapmalıyıq. 0,6 üstəgəl 0,1, o da üstəgəl 1 tam %25. Gördüyünüz kimi 2 bunların altında, 5 isə burada və burada sıfırlar əlavə edirəm. 5 olduğu kimi düşdü aşağı, 7, bu 9, bu da 1. 1 tam %95 aldıq. İndi bura baxıram. 0 tam %23 üstəgəl. 3 tam onda 3, bura sıfır əlavə elədim. Sonrası 2 tam %4. Hesablayıram. Bu 7, bu 5, bu da 5. 5 tam %57 alıram. İndi bura baxıram. 1 tam onda 7 üstəgəl. 5 tam. Bunu gördüyünüz kimi kəsir hissəsi yoxdur. 2 tam %16. 6 olduğu kimi düşdü aşağı, toplanacağı yoxdur. Mərtəbəsi yuxarıdakılarda. Bu oldu 8, bu isə oldu neçə? 8. 8 tam %86 oldu uşaqlar. Gəlin məsələyə baxaq. Səhifəmizdə sonda məsələ var. Burada nə deyir? Suallara cavab ver. Gəlin baxaq bizə nə suallar verir. Deməli nə verib bizə? Meyvələrdir və hər birinin də altında çəkisi var. Kütlələrinin cəmi 3,5 kiloqram olan meyvələr. Yəni hansılardır? Mən də baxıram bura ki, görün bunlardan hansını toplasam 3,5 eləyər. Gördüyünüz kimi burada 1 ilə 2-ni toplasam 3 eləyəcək. Gəlin yazaq, baxın. 1,2 ilə 2,3 toplasam neçə eləyəcək? 3,5. Deməli, hansıları topladım mən? Armudla, bu almanı topladım. Hansı meyvələrdir yazıram bura? Armud və alma. İkinci variantda bizdən nə istəyir? Kütlələri cəmi 4,4 kiloqramdan çox, 5 kiloqramdan az olan meyvələr. Gəlin biz toplayaq, baxaq görək hansıların cəmini toplasaq 4,4 kiloqramdan böyük olacaq. Məsələn, 3,1 ilə 1,2-ni toplasam olacaq neçə? 4,3. Bu isə bizə deyir ki, 4,4-dən böyük olsun. 2,3-ü gəlsəm çox olacaq, amma 0,4-ü gəlsəm uyğun olacaq. Yəni 5 kiloqramdan da kiçik olmalıdır. Bunu toplasam, üzr istəyirəm, bunu toplasam 5 kiloqramdan çox olacaq. Ona görə də mən portağal, armud və gəlin burada yoxlayaq. 3,1, 1,2, 0,4. Görək şərtimizi ödəyirmü? 2 üstünə 1, 3, 3-ün də üstünə 4, 7. Buradası 2 üstünə 1, 4. 4,7. 4,7 də gördüyünüz kimi 4,4-dən böyükdür. 5 kiloqramdan isə azdır. Deməli, biz hansı meyvələri topladıq? Portağal, banan, bir də armud. Bax, bu qaydada yazırıq. Sonra çeviririk səhifə 22-yə. Burada da hər halda çıxmaya aiddir. Bundan öncəki səhifəmiz ancaq toplamaya aid idi. Onluq kəsirlərin toplanması, bu isə çıxılmasına aiddir. Gəlin, vaxt itirmədən başlayaq. Bu da əvvəlcə bayaqki səhifədə olduğu kimi sütunla verib və biz bunları çıxırıq. 7-dən 2 çıxıram 5, 0-da qalır yerində. Olur neçə? 0,5. 8-dən 4 çıxıram 4, 2 düşür aşağı. Çünki 2-dən 0 çıxanda elə 2 eləyir və 3-dən də 0 çıxanda 3 eləyir deyə olur 3 tam %24. İndi bura baxıram. 1-dən 1 çıxıram 0, 5-dən 3 çıxıram 2. 2,0 əslində bu yazılmır, elə 2 tam yazılır. Bura baxıram. 9-dan 2 çıxıram 7, 0-dan 0, 0, 4-dən 1 çıxıram 3. 3 tam %7 alıram. 5-dən 0 çıxanda 5, 7-dən 4 çıxanda 3, 5-dən 2 çıxanda 3. 3 tam %35. 6-dan 0 çıxıram 6, 3-dən 3 çıxıram 0, 4-dən 4 çıxıram 1. 1 tam %6 alıram. Sonra isə 3-dən 3 çıxıram 0, 7-dən 3 çıxıram 4, 8-dən də 6 çıxıram 2. 2 tam %40. 2-dən 2 çıxıram 0, 4-dən 0 çıxıram 4, 7-dən də 7 çıxıram 0. 0 tam %40 alıram. İndi bura baxıram. 2-dən 1 çıxıram 1, 3-dən 3 çıxıram 0, 9-dan 9 çıxıram 0. 0 tam %1 alıram.
Burada uşaqlar nə deyir? Bizə deyir ki, burada biz alt-alta yazıb cavabı tapmalıyıq. Gəlin yazaq. 4 tam onda 4 çıx, 0 tam onda 3. 4-dən 3 çıxıram 1, 4-dən 0 çıxıram 4. Neçə olur? 4 tam onda 1. Yazıram bura. 4 tam onda 1. Davam edirik. 5 tam %46-dan çıxıram 1 tam %3-ü. 6-dan 3 çıxıram 3, 4-dən 0 çıxıram 4, 5-dən də 1 çıxıram 4. Olur neçə? 4 tam %43. Yazıram bura. 4 tam %43. Davam edirəm. 5 tam %78-dən çıxıram. 2 tam %48-i. Alıram neçə? Burada 0, burada 3, burada isə 3. 3 tam %30. Daha sonra 5 tam %72-dən çıxıram. 5 tam onda 3'ü. Sıfırımı da özüm əlavə elədim. Burada 2, burada 4, burada isə 0. 0 tam %42 alıram. Deməli, uşaqlar burada bizə misalı verib, onluq kəsirlərə aid toplama və çıxma və altında da cədvəli verib. Biz də tamına, onda birlərinə və yüzdə birlərinə aid cədvəlimizi dolduracaq. Gəlin növbədə cavabı tapaq. 4 tam onda 2-nin üstünə 4 tam gələndə, təbii ki, bu tam tamla toplanır. Olur 8 tam onda 2. Və bunun da tam hissəsi 8-dir. Bunun yalnız onda birləri var. Burada da özləri göstəriblər. Onda birləri isə dairələrlə təsvir etdirir. Heç o diqqət eləmədim, üzrü sayın. Deməli, bura 2 dənə dairə olacaq. Burada isə 8 dənə dairə. Məsələn, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə dairə olmalıydı. Fikir vermədim. İndi bura baxaq. 2 tam %43-dən 1 tam onda 2-ni çıxır. Əvvəlcə tamdan tamı çıxıram. 2-dən 1 çıxanda 1 tam, vergül qoyuram. Sonra nə edirəm? 43-dən də 2 çıxanda, yəni mən əslində bu tamdan onda birlərdən onda birləri çıxıram. 4-dən 2 çıxıram. 2, 3 də gəlir aşağı. 1 tam %23. Və mən təklik bunun tam hissəsinə bir dənə dairə çəkirəm. Onda birləri 2-dir. Bura 2 dənə dairə çəkirəm. Bura isə yüzdə birləri 3-dür. Bura isə 3 dənə dairə çəkirəm. 1, 2, 3 dənə. Bax, bu qaydada bu da belə işlənməli idi. Mən diqqət eləmədim. İndi bunu hesablayırıq. 0 tam %13-ün üstünə 3 tam %1 gəlir. Tamlar oldu 3 tam. Burada isə burada niyə vergül qoydum? 3 tam %14 olur. 3 tam %14-ündə uşaqlar tam hissəsi 3-dür. Mən bura təkliklər hissəsinə 3 dairə çəkirəm. Onda birləri 1-dir. Yüzdə birlərində isə 4 dənə, 2, 3, 4 dənə dairə çəkirəm. Bax, bu qaydada. Altdan %32-dən 4 tam onda 3 çıxıram. Altdan 4 çıxıram, qalır 2. Vergülümü qoyuram. 3-dən 3 çıxıram, 0. 2 də düşür aşağı. Olur 2 tam %2. Və gördüyünüz kimi təkliklər, yəni tam hissəsi 2 tamdır. Onda birləri yoxdur. Bura heç nə qoymayacağım. Yüzdə birlərində isə 2 dənə dairə qoymuş olacağım. İndi isə uşaqlar bizdən istəyir ki, pozulmuş rəqəmləri bərpa edin. Burada diqqət edəcəyik ki, görən bizdən toplama misalı, yəni toplamadır, yoxsa çıxmadı. Burada birinci çıxmadı. Çıxmada isə uşaqlar, baxın, 4 tam düşüb aşağı. Düzdürmü? Olub 4. Burada isə neçədən 2 çıxıb ki, 1 qalıb. Təbii ki, 3-dən 2 çıxıb 1 alıb. İndi bura baxıram. Bu 4 olduğu kimi düşüb aşağı. Nə ilə nəyi toplayıb ki, görəsən burada 4 olub. Təbii ki, burada 0 oldu. 3 tam %50-nə 1 tam onda 4-ü toplayıblar və alıblar 4 tam %94. İndi bura baxıram. 8-dən təbii ki, bunun altı boşda 8 düşüb aşağı. Burada 2-dən neçə çıxıb ki, 0 qalıb. Təbii ki, 2-nin özünü çıxıb. 2-dən 2 çıxıb ki, qalıb 0. Burada isə uşaqlar 0 çıxıb 3 alıb. Deməli, burada neçə olub ki, biz bilirik ki, ədədin özündən 0 çıxanda ədədin özü alır. Deməli, burada 3 olub ki, 3-dən də 0 çıxanda elə burada 3 qalır. 3-dən %8. Burada isə toplamadır. Hansı rəqəmlə 1-i toplasam 6 eləyər. Təbii ki, 5-i. Burada isə 4-ün üstünə 3 gəlir, 7. 7 tam %76 olur. Növbəti misalımız çıxmadı. 1 düşüb aşağı. Neçədən hansı rəqəmdən 5 çıxanda 3 qalıb? Təbii ki, 8 olur. Əslində siz belə də eləyə bilərsiniz. 3-ün üstünə 5 gəlib 8. Burada məsələn toplamada çıxma, çıxmada toplama kimi aşağıdan öz yuxarı işləyə bilərsiniz. Amma burada elə böyük rəqəmlər deyil deyə bunu elə belə tapa bilərik. 2-dən də 2 çıxanda 0 belə tapa bilərsiniz. 0-dan %50. Bura baxıram 4. Bunun altı boşdursa deməli 0-dır. Bura elə 4 yazıram. Neçənin üstünə 7 gəlib ki, 8 alıb 1-in üstünə gəlib. İndi bura baxıram. Burada nə deyir bizə? 6, hər halda 6 0 olub ki, 6 düşüb aşağı. Hansı ədəddən 5 çıxanda 1 qalır? Təbii ki, 6, 4-dən də 4 çıxanda 0, 0-dan %16. İndi bura baxıram. Bunun altı boşdursa, deməli burada 2 olub ki, 2-dən 0 çıxıb düşüb olub 2. 3-dən neçə çıxıb 0 qalıb? Təbii ki, 3-ün özünü çıxıb
5-dən də 5 çıxanda 0 qalır. 0,2 aldım. İndi isə keçək nəyə uşaqlar məsələlərimizə. Görək məsələlərdə bizdən nə istəyir. Lalə 2 ədədin cəmini hesabladı və cavabın 5,32 olduğunu tapdı. Deməli, 2 ədədin cəmindən 5,32 tapıb. Və ədədlərdən biri bu olarsa, digəri də hansı? Təbii ki, ədədlərin birini verib, cəm verib. Burada məchul toplananı tapmalıyıq və həmin toplananı tapmaq üçün məlum cəmdən məlum toplananın birini çıxacaq. Yəni 5,32-dən çıxacaq nəyi? 4,3-ü. 0 da yaza bilərsiniz, yazma yaza bilərsiniz. 2, 0, bu da 1. 1,2. Deməli, digərdə hansı olub? 1,2 olub. İndi bura baxırıq. Burada nə istəyir bizdən sonuncu məsələmizdə? Deyir ki, qız qalasına bitişik, burada qalanın hündürlüyünü də verir. Bitişik alçaq hissəsinin hündürlüyü 13,7 metrə bərabərdir. Bu, yəni həmin bu ölçü bu. Abidənin hündürlüyündən 16 metr azdır. Deməli, abidə bu ölçüdən 16 metrdə yüksəkdir. Qız qalasının hündürlüyü nə qədərdir? Gördüyünüz kimi, burada şəklə də baxanda görünür. Bu kiçik hissə 13,7 metrdir və bu ölçü qız qalasına 16 metr azdır. Deməli, qız qalası burada 16 metr çoxdur və mən nə edəcəm? 13,7 ilə 16 tamı toplayacağam. 7 düşəcək aşağı, sonra nə baş verəcək? 3 üstünə 6, 9 eləyəcək. Burada vergülü qoyuruq ki, bu hissə artıq tam hissədir. 29,7 metr qız qalasının hündürlüyünü soruşurdu. Biz də onu topladıq, tapdıq. Olacaq neçə? 29,7 metr. Hələlik bu qədər uşaqlar. Növbəti dərslik və işlətləri videolarında görüşənədək.